Salam, hər vaxtınız xeyir olsun. Mən Dost Akademi Təlim və Tədris Mərkəzinin ibtidai sinif müəllimi, həmçinin Azərbaycan dili və kurikulum müəllimi Solmaz Məmmədova. Sizlərə Tədris Mərkəzimiz tərəfindən 23 mart tarixində 3-cü sinif şagirdləri üçün keçirilmiş sınaq imtahanında istifadə olunmuş Azərbaycan dili və riyaziyyat suallarını izah edəcəyəm. İlk 20 sual Azərbaycan dili sualları, növbəti 20 sual isə riyaziyyat sualları. Başlayaq sualların izahına. Sual 1. Həm incə, həm də dodaqlanan saitlərin verildiyi variantı seçin. B variantında dodaqlanan sait yoxdur. A variantında O-U qalındır. Qaldı C variantı Ö-Ü həm incədir, həm də dodaqlanandır. Abbasi sözünün mənası hansı variantda düzgün verilmişdir? Keçmişdə istifadə olunmuş 20 qəpilik metal pul, yer şumlamaq üçün kənd təsərrüfatı aləti, özünü çəkmək lovğalıq. Abbasi sözünün mənası keçmişdə istifadə olunmuş 20 qəpiklik metal pul. A variantı. Hansı sözün sonundakı cingiltili samit tələffüz zamanı kar qarşılığı ilə əvəz olunur? Bağ əvəz olunmur, dəqiq bu da əvəz olunmur, nəhəng olacaq, nəhəng c-çla əvəzlənir. B variantı. Verilmiş sözlərdən hansının tələffüzü düzgün deyil? A ilə, ay ilə, maaş, maaş, bunlar düzdür. Saat, saatda tələffüzü səhv veriblər. A-nın biri düşməlidir, digəri də uzanmalıdır. Yəni, maaşda A-dan sonra necə qoşu nöqtə qoyulub, saatda da A-nın biri düşməlidir. Və digər A-dan sonra qoşa nöqtə qoyulmalıdır. B variantı. Nə sualına cavab verən sözlərin sayını müəyyən edin. Nə, qələm, 1. Sarı, məsələn, sarı rəng hansı rəng? Bunu götürmürük. Lövhə nə? Bu 2. Qaç, nə, et? Bunu götürmürük. Bir də torpaq nə? 3 dənə. Qələm nə? Lövhə nə? Torpaq nə? C variantı. Hansı variantdakı sözlər həm xüsusi, həm də ümumi isim kimi işlənə bilər? Xəyal, fikir, dərd. Demək, xəyal insanın xəyalı ümumi, bir də oğlan adı kimi xüsusi. Amma fikirlə dərd ancaq ümumidir. Sonra çiçək, bənövşə, ağac. Məsələn, çiçək, bənövşə gül adı kimi ümumidir, amma qız adı kimi çiçək, bənövşə xüsusi işlənə bilir. Amma ağac ancaq ümumidir. Arzu, nərgiz, lalə. Nərgiz, lalə gül adı kimi ümumi, qız adı kimi xüsusi. Arzu, insanın arzusu ümumi, bir də arzu, qız adı kimi xüsusi. Arzu, nərgiz, lalə bunlar həm xüsusi, həm də ümumi isim kimi işlənə bilərlər. A variantı. Verilənlərdən biri sayın sualı deyil. Neçənci? Məsələn, deyirəm ki, 5-ci. Neçənci? Nə qədər? Xeyli. Nə qədər? Necə? Necə sayın sualı deyil. Sifətin sualıdır. C variantı. Hansı variantda termin verilmişdir? Fiil, taxta, çanta. Fiil Azərbaycan dilinə aid olan termindir. A variantı. Şəxs əvəzliklərini seçin. Şəxs əvəzlikləri hansılardır? Mən, sən, o, biz, siz, onlar. Mən, sən, siz. A variantı. Əksmənalı sözlərin verildiyi variantı müəyyən edin. Söz-söhbət, toyuq-cücə, yox, uzun-qısa. Uzun-qısa əksmənalı sözlərdir. B variantı. Hansı sözə kar şəkilçisini artırmaq olar? Həkimkar, həzinkar olmur, amma tələbkar olur. C variantı. Hansı sözün kökü gül deyil? Gülçü, sözün kökü gül, çü şəkilçi. Güldan, sözün kökü gül, dan şəkilçi. Güllə. Güllə sözünün kökü birbaşa ilə güllədir. A variantı. Boş sözünə hansı söz uyğun deyil? Demək, boş qazan, boş vedrə olur, amma boş su olmur axı. C variantı. Hansı söz birləşməsi deyil? Səhərdir. Səhərdir söz birləşməsi deyil, cümlədir. Sonuna nöqtə qoyulub bir sözdən ibarət olan cümlədir. A variantı. Sərin hava, gözəl mənzərə bunlar söz birləşməsidir. Ağ, qara sözləri nədir? Sinonim, amonim, antonim. A, qara əksmənalı sözdür, antonimdir. C variantı. Cümlə nədən təşkil olunur? Səslərdən, sözlərdən, hərflərdən. Cümlə sözlərdən təşkil olunur. B variantı. Biri səhv yazılıb, açıq qırmızı, gəl ha gəl. Bunlar doğru yazılıb. Qeyri-adi defislə yazılır. C variantı. Biri süd məhsulu deyil, qayğanaq, qatıq, ayran. Qatıq, ayran süd məhsuludur, amma qayğanaq yox. A variantı. Mücərrəd isimlər olan sıranı göstərin. Yəni, gözlə görə bilmirik, toxuna bilmirik. Bilet, silah, masa, kağız. Bunlar mücərrəd deyil, konkretdir.
görə bilirik, toxuna bilirik. Arzu, istək, mücərrəd isimlərdir, görə bilmirik, toxuna bilmirik. C variantı. Hərəkət gələcəkdə icra olunacaq. Getdi, keçmişdə icra olunub. Oxuyur, hal-hazırda icra olunur. Yazacaq, gələcəkdə icra olunacaq. C variantı. Və bununla da Azərbaycan dili suallarının izahı yekunlaşdı. Demək ki, riyaziyyat suallarının izahına. Sual 1. Zeynalın 20 manat pulu var idi. Zeynal 4 manata karandaş, bundan 2 manat baha test aldı. Zeynal nə qədər pul xərclədi? 20 manat pulu var idi. 4 manata karandaş aldı, bundan 2 manat baha test aldı. Yəni 4-dən 2 manat baha test alıb. 4-ün üstünə 2 gəldə neçə eləyəcək? 6. Zeynal nə qədər pul xərclədi? 4 manata karandaş alıb, 6 manata da test alıb. Çünki 4-ün üstünə 2 gəldə 6 eləyir axı. 4 manata karandaş, 6 manata da test. Nə qədər pul xərclədi? 4 ilə 6-nı toplayırıq 10 manat. 20 manatdan 10 manata xərclədi. A variantı. 6-nı 4 dəfə artırın, hasılı 30 əlavə edin. 6 vur 4, 24, 24 üzərində gəlsin 30, 54. A variantı. 3 bucağı və 3 təpəsi olan fiqur hansıdır? Romb. Rombun 4 bucağı, 4 təpəsi var. Dairənin bucağı, təpəsi yoxdur. 3 bucağın 3 bucağı, 3 təpəsi var. C variantı. Demək, 42-dən 54-ə qədər 2-2 artan ardıcıllıqlar ədədlər ardıcılığıdır. Baxaq. Tək ədədlər, sadə ədədlər, cüt ədədlər. 42-dən 54-ə qədər 44, 46, 48, 50, 52. 42-dən 54-ə qədər 2-2 artan ardıcıllıqlar cüt ədədlər ardıcılığıdır. C variantı. Ərzaqlar hansı kütlə vasitəsilə ölçülür? Litr, kiloqram, santimetr. Təbii ki, kiloqramla. Məsələn, 2 kiloqram pomidor, 5 kiloqram xiyar. B variantı. Ana 10 kiloqram ərik aldı. Onun 2 kiloqramlı kompot üçün, 5 kiloqramlı isə mürəbbə üçün istifadə etdi. Neçə kiloqram ərik qaldı? 2 kiloqramlı kompot üçün istifadə edib, 5 kiloqramda mürəbbə üçün cəm nə qədər istifadə elədi? 5-dən 2-ni toplayırıq 7. 10 kiloqramdan 7 kiloqramını istifadə edib. Neçə kiloqram ərik qalmış olur? Ondan 7-ni çıxırıq, 3 kiloqram ərik qaldı. B variantı. 4 tərəfi və 4 bucağı var. Bütün tərəfləri bir-birinə bərabərdir. Bu həndəsi fiqurun adı nədir? Düz bucaqlı dairə kvadrat. 4 tərəfi 4 bucağı var. Bütün tərəfləri bir-birinə bərabərdir. Bu kvadratdır. C variantı. Fərqli olanı tapın. 42, 56, 74, 37, 88. 42, 56, 74, 88. Bunlar cütdür. Sonu 2, 6, 4, 8 ilə bitib. 37 isə təkdir. Sonu 7 ilə bitib. Demək, cavab olacaq A variantı. Ədədlərdən neçəsi 5-ə bölünür? Sonu 5 və 0 ilə bitirsə 5-ə bölünür. Sonu 5 və 0 ilə bitirsə 5-ə bölünür. 256-da son 6-dan bitib götürmürük. 120-də sonu 0-dan bitib götürürük. 299-da 9-dan bitib götürmürük. 365-də 5-lə bitib götürürük. 890-da 0-dan bitib götürürük. 995-də 5-lə bitib götürürük. 4 dənəsi. Demək, 120, 365, 890, 995, 4 dənəsi B variantı. 6 vur 7 bərabərdir 42 misalında. 42 ədədi vuruq, hasil. 42 ədədi hasildir. C variantı. 5-dən 9 dəfə çox olan ədədlə 45-in cəmini tapın. 5-dən 9 dəfə çox olan ədəd neçədir? 5 vur 9, 45. 45 dənə 45-in cəmi 90 etmiş olur. A variantı. 876 ədədində neçə təklik, onluq və yüzlük var? 6 təklik, 7 onluq, 8 yüzlük. 6 təklik, 7 onluq, 8 yüzlük. B variantı. 8 kitab rəfinin hərəsinə 20 kitab yığıldı. Rəflərdə ümumilikdə neçə kitab oldu? 8 kitab rəfi var, hərəsinə də 20 kitab yığılır. Ümumilikdə neçə kitab olduğunu necə tapırıq? 8 vur 20, 160 kitab oldu ümumilikdə. C variantı. Verilmiş ədədlərdən neçəsi sadədir? 1-ə və özünə bölünən ədədlər sadədir. 13 1-ə və özünə bölünür 1. 28 1-ə özünə bölünməklə yanaşı, məsələn, 2-yə bölünür, götürmürük. 33 1-ə bölünür, özünə bölünür, sonra 3-ə bölünür, götürmürük. 37 1-ə və özünə bölünür, 13-dən 37-dir, 2 dənəsidir. 45 məsələn əlavə olaraq 5-ə də bölünür, 9-a da bölünür. Sonra məsələn 67 əlavə olaraq 2-yə, 64 əlavə olaraq 2-yə bölünür.
götürmürük, qaldı B variantı. 1 ev özünə bölünənlər sadə olmuş olur. İfadənin qiymətini tapın. A bərabərdir 73, B bərabərdir 13, C bərabərdir 19. A üzərinə gəlsin B çıx C. Yəni 73 üzərinə gəlsin 13, edəcək 86, 86-dan da 19-u çıxanda 67. C variantı. 27 metr neçə millimetrdir? Demək 27 metr baxaq 27.000 millimetrdir. Demək bəli 27 metr 27.000 millimetr olacaq A variantı. Esmirə 48 səhifəli kitabı 12 günə bitirdi. Esmirə günə neçə səhifə kitab oxudu? Günə neçə səhifə kitab oxuduğunu tapmaq üçün 48-i 12-yə bölürük. 4 kitab. Günə 4 kitab düşür. Daha doğrusu 4 səhifə düşür. Esmirə 48 səhifəli kitabı 12 günə bitirdi. Esmirə günə neçə səhifə kitab oxudu? Günə 4 səhifə kitab oxuyur. 48-i 12-yə böldük. C variantı. Qalıqlı bölməni yerinə yetirin. 135 böl 7. Aha, demək cavab 19-dur, qalıq 2-dir. Necə tapdıq? Çünki 19-u 7-yə vuranda 133 edir. 19-u 7-yə vuranda 133 edir. 133-ün üzərinə 2 gələndə 135 etmiş olur. 19 qalıq 2 B variantı. Uyğunsuzluğu müəyyən edin. Millilitr, litr, kiloqram. Demək, kiloqram çəki vahididir, amma millilitr, litr həcm vahidləridir. Uyğunsuzluq C variantındadır. Və sonuncu 20-ci suala da baxaq. Hesablayın. 34 vur 3 üzərinə gəlsin. 13 vur 9. 34-ü 3-ə vuranda edəcək demək 102. 13-ü də 9-a vuranda 117. 117 ilə də 102-ni toplayanda 219 B variantı və bununla da sualların izahı yekunlaşdı.